Gəncə sakini yanıq xəsarətləri alıb. Şəhər sakini 1989-cu il təvəllüdlü qadın üz nahiyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın yaşadığı evin vanna otağında qazı yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə o yanıq xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. Ağdamda 4 otaqlı ev yanır. Yanğın hadisəsi Mirəşehli kəndində qeydə alınıb. Məlumata görə kənd sakini Səmədov Aydın Muxtaroğluna məxsus 4 otaqlı evdə meydana gələn yanğına səbəb mürəbbədir. Belə ki, evdə bişməsi üçün qaz peçinin üstünə qoyulan mürəbbə daşıb. Bundan sonra yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən əməkdaşları cəlb edilib. Bərdədə 2 minik avtomobili toqquşub 4 nəfər xəsarət alıb. Yol nəqliyyat hadisəsi Bərdə Tərtər yolunda baş verib. Belə ki, hərəkətdə olan Kia markalı avtomobillə Mercedes markalı minik maşını toqquşub. Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxıb. Xəsarət alan şəxslər Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.